Antonim. Veseliye sözünə antonim tapırıq. Veseliye şənlik, sevinç deməkdir. Onun əksi isə kədər, qəmdir. Bu da quru üstü sözüdür. A variantında radist bunun sinonimidir. Yəni eyni şeydir. Любовь sevgidir. Nenavist nifrət. Lində tənbəllikdir. Yəni cavab C. 14-ə baxaq. Zvukov больше. Yəni səs çox olsun. Səs artımı hadisəsi lazımdır bizə. Ona görə medal sözündə mərkəz znak düşür, səs azalır. Gazeta sözündə eynidir, dəyişiklik yoxdur. Lichnost sözündə mərkəz znak düşür, səs azalır. Ukrasheniya sözündə sonuncu Y 2 səs verir, çünki saatdən sonradır. Yəni səs artımı burada var. Kletka sözü eynidir və объявление sözündə tverdi znak düşür, yanındakı 2 səs verir, bərabərdir. Amma sonuna baxsaq, görərik ki, Y-də 2 səs verir, yəni bir səs artıqdır. Ukrasheniya və объявление sözləri oldu. 2 dənə cavab Y. 15-ci sual. Положительное значение. Yəni müsbət məna, müsbət keyfiyyət lazımdır. Burada nejna idi cavab. Yəni zərif, incə, mehriban kimi mənaları var. Jadный xəsisdir, vredный zərərli, ziyanlıdır, qrubuy, çobuddur, plaxoy, pisdir, yəni mənfi keyfiyyətlərdir. Ona görə cavab B-dir. 16-ya baxaq. Doç sözü ilə istifadə olunmur. Yəni doç qız övlad deməkdir. Qız övlad burada şkolnayadır. Məktəb qız övladı olmur da, yəni düzgün gəlmir. Umnaya ağıllı olur, D variantında sevimli olur. Любимая, хорошая, yaxşı qız övlad olur. Mladşaya da kiçiyi də olur. Sual 17 sinonim istəyir. Стремительно, быстро, sürətlidir, sinonimdir. Полезно, вредно, antonimdir. Faydalı, zərərli. 3-də беседовать, разговаривать, söhbət etmək sinonimdir. İkisi də söhbət etməkdir. 1-3. Щедрый, xəsis, skupoy. Щедрый əlaçıq, skupoy xəsis. Daha doğrusu antonim oldu bunlar. Честный, правдивый da doğru, düzgün, dürüst deməkdir. Bunlar da sinonimdir. 1-3-5. 18. Pevец spel песню. Deyir ki, müğənni mahnını oxudu. Azərbaycanın paytaxtı haqqında. Haqqında gəlir. Haqqında gəlir deyə cavab Y variantıdır. Burada tərcümə ilə tapa bilməyənlər üçün belə də ola bilər. Stolitsa sözü Y qəbul edibdir. Ona görə A variantı gedir. Родительный падеж predloqudur. Родительində Y yoxdur. Birinci skloniyada. Sonra baxın, burada bəzi uşaqlar deyir ki, Azərbaycanın paytaxtında mahnı oxuya bilər də. Bizə dadə yer bildirmək istəyəndə stolitsa sözündə na istifadə edilmərik. Paytaxt V ilə istifadə olunur. Ona görə V olsa götürmək olardı bəlkə də, amma na ola bilməz. Həm də paytaxtı haqqında oxudu, daha düzgündür. Ona görə o predloqunu seçirik. 19-a baxaq. Mini объяснили, mənə deyir, başa saldılar. Filarmoniyaya getmək. Bunu artıq tərcümə edəndə görürük ki, filarmoniya necə getməyə buna başa salıblar. Filarmoniya necə gedə bilər? Kak necədir? Bir də filarmoniya necədən başqa nə deyə bilərik? Nə ilə gedə bilər, nədə gedə bilər? Nəqliyyat vasitəsini də buna başa salmış ola bilərlər. Biz də bir yerə gedərkən nəqliyyat vasitəmizi bildirmək üçün predložni падеж na predloqunu istifadə edirik. Ona görə ona uyğunu na çomdur? 2-5. Yəni filarmoniya hansı, necə gedə bilər və nədə gedə bilər. 20-ci suala baxaq. 20-ci sualda is predloqu var. Is predloqunu görən kimi bilirik ki, yanındakı sözü родительные qoymalıyıq. Представитель sözü başlanğıc formadır. Teldən bitir, muskoy roddur, ikinci skloneniyadır. Deməli, родительный падежdə qəbul eləməlidir ya. Amma birincisi ya olan variant yoxdur. Deməli, burada родительnin cəmidir. Amma 100% родительini qoymalıyıq. Родительnin cəmində представитель, tel mərkəznaqlı sözlər родительnin cəmində Y qəbul edirlər. Ona görə ilk olanlar Y olmalıdır. C və Y variantımız qalır. Bir dənə də axırına caz baxsaq ki, Axundsayda doğulubdur. Harada? Qorada biz harada sualını veririk və bu predloqu var. Bu predloqu harada sualı predložni падежdir. Predložnda da qorot Y qəbul edir. Bu qorodi. Ona görə variant çıxaraq da C variantının olduğunu görə bilərik.
Mən belə qısa izah verəcəm. Yəni bir-bir tərcümə eləyib, rus dilində suallar falan vermirəm. Çünki Azərbaycan sektor uşaqları onsuz bunu başa düşə istəyirlər. Yəni qısa yoldan aydın gedək. 21-ə baxaq. Hə, bu sual verir. Bunun sualına biz uyğun cavab verməliyik. Baxın, burada asan versiyası verilibdir. Yəni əvəzliyə falan qarşılıq qoymaq lazım deyil. Sadəcə baxaq görək ki, nə deyir. Qışda deyir, görürsünüz zimoy. Qış olmayan variantları çıxırıq. A variantı getdi payızdı. B variantı getdi yazdı. Y variantı getdi yenə yazdı. C və D qaldı. C və D-in fərqi nədir? Bu deyir ki, siz deyir qışda getdiniz xizək sürməyə. Mən də qayıdıb hər ikisində də deyir getdik. Amma C-də deyir ki, o mənə soruşur ki, getdinizmi? Mən qayıdıb deyəmmərəm ki, yox getdik. Əgər mən onu təsdiq eləyirəmsə, inkar ədatı qoyub davam edə bilmərəm. Ona görə birinci təsdiq qoyuram, sonra da təsdiq olaraq fikrimi davam etdirirəm. Ona görə C ola bilməz. Yəni bir şey təsdiq eləyiriksə, qabaqda yox demək uyğun gəlmir. Sual 22-yə baxaq. Bu 22-nin izah videosunu mən səhifəmdə paylaşmışdım, kanalımda da paylaşmışdım. Deməli, yaşı qoyanda qod, let və qodadan istifadə edirik. Əgər 1 və 1-dən bitirsə qod, 2, 3, 4 və 2, 3, 4-dən bitirsə qoda və 5 və ondan yuxarı olanda let qoymalıyıq. 11 istisnadır, 1-dən bitsə də letdir. 12, 13, 14 istisnadır, 2, 3, 4-dən bitsə də qoda yox, letdir. Bunu belə yadımızda saxlayanda bu testi eləmək asandır. Məsələn, burada 7, 7-dirsə let, birinci let, sonra 4, çitirim, 4-də dedim qoda. 3-ə baxaq 15, 15-də də dedik, qaydaya uyğun olaraq letdir. Yəni, o qaydanı bilən biri bu sualı yazardı. Yəni, heç nəyə ehtiyac yoxsa, sadəcə rəqəmə baxıb yazırıq. 23-ə baxaq, pravilnik. Orfoqrafiya sualdır. Vesiyolı Y ilə yazılır, Civiyata Y ilə yazılır, qalanları da O ilə yazılır. Əslində biz vesiyolı deyirik. Bu Y ilə yazılan sözlər vurğusuz halda İ-yə yaxın səs verilir. Yəni vesiyolı deyirik. O ilə yazılan sözlər vurğusuz halda A səsi verir. Ona görə biz A ilə dediyimiz sözlərdə zaten şübhələnməliyik ki, bu vurğusuz O ilə yazılan söz ola bilər. Vurğusuz Y ilə yazılan söz ola bilər. Həmçinin hasant düşmüşdü bu, elə çətin düşməmişdi. Hamısı tanış sözlər idi. 24-ə baxaq. Bu 24-cü sualı görəndə uşaqların bəziləri padejsi alınıbdır. Elə bir padej sualdır, amma padej yox, tərcümə sualdır bu. Çitaydı, oxuyur. Niverin lazımdır, yəni səhv olsun. Nəyi oxumaq olmaz? Baxın, A variantına roman. Romanı oxuya bilərik biz. C-də qazeta. Qazetanı oxuya bilərik. Hamısı da Viniç dilindədir. Oxuyur nəyi? Nəyi dediyimizə görə Viniç dilində. Yəni padejin aidiyyatı yoxdur, eləcə dedim. Qazeti oxumaq olar, romanı oxumaq olar, kniqa, kitabı oxumaq olar, raskas, hekayəni də oxumaq olar. Amma skulptura heykəltaraşlıqdır. Heykəltaraşlığı oxumaq olmaz. Eksponat muzeydə olur, əşyadır. Onu oxumaq olmaz. Ona görə cavab deyil. Əslində çox asan sualdır. 25-ə baxaq. Botinki, çeydi. Bunlar ayağa geyinilir. Ayağa geyinilən lazımdır bizə. Ona görə tufli, sapagi. Palto ilə yubka bədənə geyinilir. Bu qədər. Sağ olun.